Salam, xoş gördük dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Regional TV'nin açıq tribuna verilişinin bugünkü qonağı Masallı rayon Xalızalı kənd sakini Əliyev Arif İmamverdoğludur. Xoş gördük Arif bəy. Çox sağ olun. Arif bəy, siz Regional TV'yə müraciət etmişsiniz, bacınızın intihar hadisəsi ilə bağlı Masallı rayon prokurorluğunda aparılan iş qeyri-obyektiv aparılır. Siz Masallı rayon prokurorluğuna apardığı işdən narazılığınızı bildirirsiniz. İstəyərik ki, təfərrüatı barədə bizə məlumat verəsiniz ki, hadisə necə baş verdi? İlk növbədə xahiş edirəm, özü təqdim edin. Buyur. Çox sağ olun təqdimata görə. Əliyev Arif İmamverdoğlu, Masallı rayon Xalcalı kənd sakini. Deməli, mənim bacım Əliyev Aysel İmamverdi qızı 1989-cu il təvəllüddür. Demək, baş vermiş hadisə mənim atam evində, yəni evdə İntihar hadisəsi baş verir. Bəli, intihar hadisəsi. Allah sizə səbir versin, həqiqətən də ağır məsələdir ki, bir ailə üzvünün itirilməsi. Bu intihar hadisəsinin baş vermə səbəb kimi nədən qaynaqlandı, necə oldu? Buna səbəb... Bu işdə nə problem yaranır ki? Deməli, bacım rayon məhkəməsinə müraciət etdi. Bəs bu pay torpağı ilə bağlı onun başqaları tərəfindən zəbt olunmasına görə şikayət verdi. Deməli, məhkəmə qərar çıxartdı ki, bəs pay mülkiyyətində adları olan şəxslər, yəni mənim bacım Əliyev Ayselin adına olan sahədir və qərar mənim bacımın xeyrinə çıxarıldı. Və bunlar qarşı tərəf bu qərardan qəzəblənərək bacıma qarşı bu planı qurdular, bacımı döydülər. Bacımı döydükdən sonra və bunun özünə bilmirəm hansı nə ilə, nə vasitələrləsə bacımın özünə cinayət iş açdırdılar. Yəni Masallı rayon polis şöbəsində ona cinayət iş açıldı. Siz bizə bir video təqdim etmişsiniz. O video sizə necə olub ki, sizin bacınız orada döyülmə faktı və eyni zamanda qarşı tərəflər videonu çəkir orada, halbuki çəkməkdənsə iki tərəfi ayıra bilərlər. O necə sizə əlinizə gəldi o videolar? O həmin hadisə günü mənə həmin qohumlardan biri çəkdiyi videonu mənə atdı. Və mənə atıb göstərdi ki, bəs siz bu mülkiyyət torpağından əl çəkməsəz, bəs bu cürdə sizi döyəcək. Yəni, bu daimi bu belə şeylərlə təhdid edirdi mənim bacıma. Ümumiyyətlə, siz bununla bağlı həmin o təhdid vaxtı harasa müraciət elədiniz? Bəli, Masallı rayon polis şöbəsinə. Masallı rayon polis şöbəsinə. Bəs bacınız bu hadisələrdən neçə il sonra rəhmətə getdi, intihar elədi? Bacım bir neçə gün sonra təqribən, bir neçə gün sonra bu intihar oldu. Bir neçə gün. Hazırda bu aparılan... Avqust ayında hazırda Masallı rayon prokurorluğunda bu intihar hadisəsinin araşdırılması ilə bağlı nə qərar verilir sizə? Nə deyir? Məsəl üçün, siz hansı bir faktlar şübhə ehtimal edirsiniz ki, bacınız məsəl üçün döyülüb, onun videosu çəkilib, sizin bildirdiyinizə görə çəkilib. Bununla bağlı siz Masallı rayon prokurorluğuna müvafiq video görüntülər, hər hansı bir sübutlar təqdim etdiniz? Bəli, etmişəm və izahımda göstərmişəm ki, deməli, mənim bacım orada onlarla dava olan vaxtı, yəni bacım döydükləri vaxtı, həmin insanlar onu video çəkmişdilər, yəni bir qrup şəxslər, yəni 6 nəfər. Video çəkmişlər və video çəkəndən sonra onu mənə atıb, ya bacım da bundan, mənim fikrimcə belədir ki, bacım da bu videonun yayılmasına görə narahatçılıq keçirdi və buna görə cinayət işi buna açdırdıqlarına görə və bu döyülüb, əksinə bu özü döyülüb, qarşı tərəf isə zərər çəkmiş kimi göstərdiklərinə görə və işlərin düzgün aparılmadığına görə mən elə başa düşürəm ki, bacımın himayəsində az yaşlı uşağı və qız uşağı qalır. Hal-hazırda onu mən saxlayıram. Deməli, mən elə başa düşürəm ki, bacım
Yəni bu səbəblərdən intihara yəni Əl atıb, ha? əl atmışdır. Dəyərli izləyicilər, həqiqətən də baxın, bir mülk bir nəsli qan davasına gətirib çıxarır, bir mülk bir insanın həyatına son qoyur. Bəzən düzgün verilməyən qərarlar bir insanın taleyinə son verir. Hazırda dediyiniz kimi bir azyaşlı körpə qalıb, siz nümayəndəsinizdə siz baxırsınız. Hal-hazırda Masallı rayon prokuroru qərar nə verir, nə qərar çıxarır? Ümumiyyətlə, nasıl bir sənəd təqdim olunubmu? Bizə bəli, qərar göndərilib Masallı rayon prokurorluğuna. Qərarda göstərilir ki, bəs araşdırma aparıldı, cinayət tərkibli olmadığı üçün qərara xitam verildi. Sizin deməyinizdən mən belə başa düşürəm ki, sizin bacınızın intihar hadisəsində şübhə ehtimal edirsiniz ki, bacınız döyülüb, onun videosu çəkilib, ondan ehtiyat edib ki, övlad böyüdür, gələcəkdə onun üçün bir xoşagəlməz hal kimi qalacaq, o ona görə intihar edib. Siz bunu belə ifadə edirsiniz. Bəli, mən belə düşünürəm. Məncə elə başa düşürəm ki, bu məsələ ciddi məsələdir, prokurorluq bu məsələni araşdırmalıdır, lakin zəhmət olsa sənədi bizə təqdim edin. Prokurorluq sizə göndərdiyi bir məktubdur bu. Yəni ki, qərar da var sizdə. Bəli. Hal-hazırda prokurorluğun sizə ünvanladığı məktuba cavab olaraq qeyd olunur ki, bu əlindəki sənəddə bacınızın ölüm səbəbindən hər hansı bir cinayət faktı aşkarlanmıyor. Bilirsiniz Murad müəllim, deməli, istintaq başlayandan, daha doğrusu araşdırma başlayandan, Masallı rayon prokuror köməkçisi Şəbnəm Dəmirli işin obyektiv aparılmasına mənim şübhələrim yarandı. Nədən? Sanki cinayətkarlar bizik, qarşı tərəf zərər çəkmişdi, mənlə daimi belə rəftar edirdi və oradan sübutların toplanması, mənim ona təqdim etdiyim video çəkiliş, hansı ki qarşı tərəfin mənə verdiyi video çəkiliş və orada hansı ki dava olduğu yerdə qarşı tərəfin onu ayırmaması, o davanın da biraz da davanın böyük hal almasına demək köməklik etmişdi. O dava mənim fikrimcə videoda göstərildiyi kimi o dava onlar tərəfindən qurulmuşdu. Mənim bacım orada döyülmüşdü. Sadəcə elə bir ab-hava yaranmışdı ki, bəs güya bacım oraya gəlib o adamlar orada döymüşdü. Ona görə Masallı rayon polis şöbəsinə cinayət işi qaldırılmışdı, bacıma görə cinayət işi qaldırılmışdı və məhkəməyə verilmişdi. Prokurorluq bu işə düzgün yanaşmadığı üçün deməli, mənim şikayətim odur ki, xahiş edirəm bu işi ibtidaidən yenidən başlanılsın araşdırma və bu Masallı rayon prokurorluğunda deyil, Azərbaycan Respublikasının baş prokurorluğunda işin başlanmasını xahiş edirəm. Arif bəy, təbii ki, sizin də bir ailə üzvü olaraq gedişata şübhə ilə yanaşma haqqınız var. Burada baş verən cinayət işinin olub-olmaması da, yəni də birbaşa prokurorluğa aid olan məsələdir. Mən buradan müstəqil ictimai nəzarət olaraq və mətbuat kimi Cənab Prezidentimizin ictimai nəzarətini həyata keçirən bir qurum olaraq Azərbaycan Respublikasının prokurorluğuna və müvafiq qurumlara səslənirəm. Həqiqətən bir qardaşın, bir bacısının intihar hadisəsi çox ağrıdır. Bilirəm ki, bu insanlara çox istirab çəkdirir. Biz bu günləri kimsə ittiham edə bilmərik. Təbii ki, indi Arif bəy fikirlərini bildirir, qarşı tərəfi, qohumlarını ittiham edir bacısının intihar hadisəsində. Yəni də bu istintaq və ibtidai araşdırma məsələdir. Hesab edirəm ki, Baş prokurorluğun xüsusi nəzarəti altında bu məsələ yenidən araşdırmalıdır. Mən buradan hörmətli Kamran Əliyevə müraciət edirəm. Hörmətli bizim Daxili İşlər Naziri
Vilayət Eyvazova müraciət edirəm ki, həqiqətən burada bir insan faktorundan, bir insan həyatından söhbət gedir. Xahiş edirəm ki, bu məsələ yenidən ibtidai istintaq başlanılsın, şahidlərin ifadəsi alınsın, video görüntü yenidən təkrar Arif bəyin qeyd etdiyi kimi həmin video görüntülərdəki şəxslərin ifadələri alınsın. Çünki Arif bəy şübhə ehtimal edir ki, bacısının ölüm səbəbinə o çəkilən video onu ən azından hardasa mənəvi, psixoloji təsir edib və bundan sonra da bu intihar hadisəsinə əl atıb. Təbii ki, bu qardaşlığı şübhə etmə hüququ var. Araşdırma isə birbaşa hüquq mühafizə orqanlarının üzərinə düşür. Ümid edirəm ki, Arif bəy, sizin şübhələrinizin tam detallı araşdırılması üçün Baş prokurorluğun xüsusi nəzarəti altında bu məsələ ciddi araşdırılacaq. Hər bir halda qarşı tərəflərə də Regional TV'nin açıq tribunasında yer ayırmağa şərait yaradırıq. Təbii ki, biz burada tərəflərin adı çəkilmədi. Burada istintaq işi hesab edirəm ki, hələlik bitməyib, davam edir. Odur ki, heç bir tərəflərin istintaqa mane olmasın deyə biz tərəflərin adını burada hallandırmırıq. Ümid edirəm ki, məsələ hüquqi müstəvidə öz əlini tapacaq.